alındı? Gösterin bana da bakalım. Benefşeyi. Bakın. Sizin ne renk oldu? Bakın sizin ne renk oldu? Şimdi size aydın oldu. Yumuşak gül çiçekten boyanı necə almışlar? Geçmişte boyaları bu formada alırdılar. Bu qəribə rənglər alındı. Mavi, qəhvəyi, bənövşəyi. Siz başqa güldə deyəsən qatdınız ona. Maraqlıdır. Anı bayramında analarınız yumurtaları necə boyuyur? Mən Gül əzrilər. Gül ləçəyini qopardıb qoyurlar, karandaşın arxası ilə vururlar rəngi. Ana elə eləyir. Yox biz elə elədik. Yumurtanı nəyə boyuyur? Yumurtanı necə boyuyurlar Novruzda? Soğan qabını qaynadırlar. Qaynadırlar. Sonra yaşlı rəngi boyamaq üçün nə edirsiniz yumurtanı? Yarpağı ilə əzərik. Yarpağın köməyi ilə. Bəs sarı rəngi boyayanda? Sarı. Aha. Gül, sarı gül. Sarı köklə boyardı. Sonra görün nə qəşəng iyi gəlir. Qəşəng iyi gəlir. Həm də bu iyi hardan yarandı? Qızıl gül ləçəyini əzdik, həm rəng alındı. Ətir deməli ətiri də necə almaq olur? Çiçəklərin ləçəyindən almaq olurmuş.